Salam hörmətli tamaşaçılar, əziz Ağdamlar. Mən sizi bu səfər Ağdamın Quzanlı qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksinin stadionundan salamlayıram. Hansı ki bu stadion çox qarşılaşmaya, çox oyunlara şahidlik edib. Məhz bu stadionda bir vaxtlar Qarabağ klubu Premyer Liqanın digər üzvlərini, digər Azərbaycan klublarını qarşılayırdı və burada doğrudan da anşlag olurdu. Azarkeşlər tam stadionu doldururdular və buraya gələn azarkeşlər Qarabağın qələbəsinə sevinirdilər. Doğrudan da bir zamanlar burada futbol var idi, futbol bayramı var idi. Qarabağ hər burada maç keçirəndə həqiqətən də hər kəs məhz həmin maçı gözləyirdi ki, stadiona gəlsin və öz komandasına azarkeşlik eləsin. İndi Qarabağ yoxdur. Qarabağ oyunlarını Bakıda Tofiq Bəhrimov stadionda və Azərsun arenada davam elətdirir. Bilirsiniz ki, həm Premyer Liqada, həm də Çempionlar Liqasında çıxış edən böyük bir komandadır. Və bu da bir zərurət doğurur ki, Qarabağ məhz bu bölgədən Ağdamdan ikinci bir futbol klubu yaransın. Elə də oldu, təşəbbüs göstərdilər və Ağdamda Ağdam Futbol Klubu yarandı. Necə deyərlər, artıq bir həvəskar futbol klubu kimi fəaliyyətini davam etdirəcək və eyni zamanda bu klubun gələcək fəaliyyəti üçün də maddi dəstək hökmən lazımdır. Bir zamanlar Qəbələ, Keşlə və Sumqayıtın futbolçusu olmuş Nurlan Quliyevi mən buraya dəvət etmək istəyirəm. Hansı ki, Ağdam Futbol Klubunun təsisçisidir və yaradıcısıdır. Nurlan bəy, xoş gördük sizi. Xoş gördük. Ağdam Futbol Klubunun yaranmasında necə bir əməyiniz oldu? Nə deyə bilərsiniz klub haqqında ümumiyyətcə? Əslində əmək deyəndə komanda 2012-ci ildən, yəni AFFA-da təsdiqlənmiş şəkildə komanda kimi qəbul olunub. Sadəcə rayon yerli uşaqların da təşəbbüsü oldu ki, Həvəskar Liqasında mübarizə aparaq. Biz də əlimizdən nə gəlirsə köməklik elədik. Çempionatda çıxışımız belə təsdiqlənib. İnşallah ki, aprel ayından çempionat oyunlarımızı burada bu stadionda davam edəcəyik. Yəni klubun müəyyənləşmiş bir üzvləri varmı, hansı ki futbolçular yığmısınızmı? Hal-hazırda var. Əsasən yerli uşaqlardan təşkil olunub. Çalışdığımız qədər yerli uşaqlara üstünlük verəcəyik. Ancaq qıraq rayonlardan da müəyyən futbolçuları dəvət eləməyə çalışırıq. Bunun üçün də hörmətli tamaşaçılar, məhz Ağdam Futbol Klubuna maddi dəstək lazımdır ki, bu kimi işlərin həyata keçirilməsində, yəni bu maddi dəstək hökmən lazımdır ki, bu klub ayaqda qala bilsin və kənar bölgələrdən futbol transferi edə bilsinlər. Eyni zamanda futbolçuların geyimi yönündə də işlər hökmən də aparılmalıdır. Bunun üçün də yenə də maddi dəstək vacibdir. Həvəskar liqa olduğu üçün, yəni həvəskar bir liqada iştirak edən klub olduğu üçün futbolçular, burada oynayan futbolçular ilkin olaraq özlərini maddi dəstəklə təmin edəcəklər. Ammasını Nurlan desin. Əslində klubun forma problemidir, müəyyən öz xərcləri var ki, onu rayon uşaqları, öz uşaqlarımız hamısını özləri öz ciblərindən eləyir. Mütləq ki, komandaya da maddi dəstək lazım olacaq. Komanda oynadığı liqanın həvəskar olduğuna baxmayaraq çalışacaq ki, öz işimizi professional dərəcədə nə qədər ən yaxşısını nə eləyə biliriksə çalışacaq ki, onu eləyək inşallah. Gələcək planlarınız alt liqaya düşməkdir. Yəni. Gələcək planımız inşallah ki, Həvəskar Liqası yay ayında qutaracaq. Yəqin ki, yayda inşallah Həvəskar Liqadan sonra region liqasına qatılmağı planlayırıq. İnşallah ki, komandaya dəstək olarsa, komandanın gələcəyi üçün bizə dəstək mütləq vacibdir. Dəstək olarsa, yəni region liqasında çempionluğa belə komandanı oynatmaq istəyirik inşallah. İnşallah. Bəli, hörmətli Ağdamlar, əziz insanlar, futbol həvəskarları, Ağdamımızın imkanlı şəxsləri. Yəni Ağdamda futbolun yenidən canlanması, gənclərimizin idmana, futbola sövq etməyimiz üçün bizə hökmən bu maddi dəstək məhz Ağdam Futbol Klubuna lazımdır. Ona görə də mən sizlərdən hər birinizdən Ağdam klubuna, yeni yaranmış Ağdam Futbol Klubuna dəstək olmanızı xahiş edirəm.